İndi bizi Bakı bürosundan həmkarımız Nicat gözləyir. O bizə ən son məlumatları çatdırmalıdır. Bəli, dostlar, biz artıq paytaxtda deməli bağlanacağıq. Canlı bağlantı eləyəcək əməkdaşımız oradadır. Bu 13 deməli sessiyasında, Ümumdünya Şəhərsalma sessiyasında, 13-cü sessiyasında, forumun 13-cü sessiyasında 2 gün ərzində nələr baş verib? Biz bir qədər danışdıq. Baxın, gəlin görək artıq günün ilk saatları da hansı məsələlər müzakirə olunacaq? Bir qədər elə əməkdaşımız bizi məlumatlandırsın. Deməli, Nicat, sabahın xeyir olsun. Bizi eşidirsənsə, səni salamlayırıq. Buyur. Söz səndədir. Hansı məlumatları bugün bizə ötürəsən? Salam, xoş gördük, dəyərli həmkarlar. Sizi və tamaşaçılarımızı salamlayırıq. Artıq bugün Ümumdünya Şəhərsalma Forumunun 3-cü günüdür və ötən günü qeyd eləmək olar ki, önəmli hadisələrlə yadda qaldı. Qısa bir xronikə nəzər salmaq istəyirəm. Ötən gün ilk olaraq mətbuat konfransı həyata keçirildi və önəmli açıqlamalar qeyd olundu həmin konfransda. Ardınca Afrika Regional Nazirləri görüşü həyata keçirildi və onun ardınca isə assambleyaların rəsmi bağlanış mərasimi oldu və bununla bərabər WUF 13-ün açılış tədbiri həyata keçirildi və cənab prezident həmin tədbirdən önəmli mesajlar verdi bütün dünyaya və bunun ardınca Ümumdünya Şəhərsalma Forumunun liderlər samiti həyata keçirildi və deyə bilərik ki, artıq bugün səhərin erkən saatları olmasına baxmayaraq hərəkətlənmə vardı. Hər kəs iclas otaqlarına tələsir və bugün də önəmli müzakirələr həyata keçiriləcək. Deyə bilərik ki, bugünün əsas gündəliyi yaşıl gündəlikdir. Ağıllı şəhərlər, ağıllı kəndlərdir və bugün də önəmli müzakirələrin həyata keçiriləcəyi gözlənilir. Bəli, hörmətli tamaşaçılar, hörmətli həmkarlar, çatdıracaqlarım bu qədər idi bugün buradan. Bəli, təşəkkür edirik həmkarımıza. Elə Naxçıvan televiziyasının oradakı Bakı bürosu, eyni zamanda buradan ezam olunan həmkarlarımız elə son məlumatları bax beləcə bizimlə bölüşürlər. Təkrar təşəkkür edirik. Müzakirələr artıq başlayıb və gün sonuna qədər canlı bağlantılar vasitəsilə ən son məlumatları izləyə biləcək.